5 il bundan qabaq, 6 il bundan qabaq mənə desəydilər ki, sən Qarabağda təhsil alacaqsın. Yəni belə yuxuma belə gitsəyiz inanmazdım. Mən Əsgərov Aydın 2025-ci ildə Bakı şəhəri 217 nömrəli məktəbin məzunuyam. Özüm 618.9 bal toplayıb Qarabağ Universitetinin tibb fakültəsinə qəbul olmuşam. Bu tibbdə oxumaq mənim uşaqlıq xəyalımdır. Həm də insanlara həm ünsiyyət quraraq, həm də onlara xeyir vermək istəmişəm. 11-ci sinif başladığı vaxtlardan bir 2-3 ay sonra bizə dedilər ki, Qarabağda tibb fakültəsi açacaq. Sonra bu məndə əmələ başlayan maraq uyandırdı. Dedim ki, ordumuz yəni bu boyda zəfəri qazanıb, bizim üçün canlarından keçib buranı alıblar. Buranı da abadlaşdırmaq yəni bizə qalan işdir. Tibb fakültəsi açacağını eşitdiyim gün buranı seçməyə qərarına gəldim, amma ailəm bu fikrinə razı deyildi. Amma mən axırına qədər gəldim və indi də bu universitetdə oxuyuram. Biz məsəl üçün indidən 6 il ərzindəki planımızın hamısı hazırdır. Yəni müəllimlərimiz indidən buna hazırlayıblar. Bizə buranı qutarandan sonra tam, yəni ki, sadəcə Azərbaycan yox, beynəlxalq səviyyədə ixtisaslaşmış həkim olmağı öyrədirlər. Tələbə Gənclər Təşkilatı olsun, ondan sonra digər qurumlar olsun, məsələn, hamısı tələbələrə dəstək verir, yəni çox mövzuda dəstək verir. Ya da ki, məsələn, bir iş proyektin olsa, bir layihən olsa, universitet belə sənə orada yəni, dəstəkləməyə hazırdır, yəni dəstək üçün hazır olur. Hardasa 3 aydan çoxdur ki, buradayam və özümü hardasa, yəni əvvəlki Bakıda yaşadığım mühitdən tamam fərqli bir mühitdə hiss edirəm, yəni artıq müstəqil kimi hiss edirəm. Mən burada yaşamağı tək yaşamaq deməzdim, çünki buradakı uşaqlar sağ olsun, yəni, elə münasibət bəsləyirlər ki, yəni insan özünü heç vaxt tək hiss eləmir. Amma anadan atana ayrı yaşamaq biraz düzdür, biraz çətindir, çünki çətinlik olanda bəzən adam istər-istəməz anasına atasına yaxınlaşır. Amma burada çox da yəni mümkün olmur. Bəzən elə vaxtım olur ki, məsələn, halım olmur, dərsdən yorğun gəlirəm. Otaq yoldaşlarım, dostlarım mənə köməklik edir bu məsələlərdə. Amma ümumi götürəndə biz ev işlərini falan hamısını bölüşürük. Biz bir evdə 6 nəfər yaşayırıq, 6 nəfər oğlan və burada elə ki, bizim 2 yataq otağımız var, 3-3 hərimiz bölüşmüşük. Bir bu oturduğumuz otaq dərs oxuma otağımızdır. 2 otaq yoldaşım tibb fakültəsidir, ikisi tarix oxuyur, biri Pərvin oxuyur. Bir otaq yoldaşım da menecment oxuyur və yəni biz belə fərqli ixtisaslar oxumamıza baxmayaraq ümumi ixtisaslarımızı bir-birimizə kömək edirik ümumi fənlərdə. Məsələn, tarix fənni olsun, ingilis dili olsun, bir-birimizə yəni dəstək oluruq. Mən belə deyim də, mən 17 il Bakıda yaşamışam, yəni Biləcərdə yaşamışam. Bakıda yəni bir tələbə büdcəsinə uyğun bir şey tapmaq demək olar ki, qeyri-mümkündür. Amma burada baxanda məsələn, burada adi bir şey, məsələn, taksi sifariş verəcəyiz. Taksi məsələn 1 manat 50 qəpiyə buradan hara istəsən aparır, Xankəndi daxili. Lap olmasa lap ən uzaqda 2 manat aparır. Yəni tələbəyəm desən 1.50-yə falan aparırlar, yəni belə deyəndə. Yəni müqayisə üçün deyirəm. Ya da nə bilim, məsələn, bir yemək yemək istəyəndə falan belə elə, məsələn, istədiyin bir restoranda otur, yemək yeyir, məsələn, tələbə olduğu bildirsən, sənə endirim belə deyirlər. Gəldiyim gün yəni onu gördüm ki, yəni insanların bir-birinə münasibəti o qədər istidir ki, yəni adam özünü çox xoşbəxt hiss edir də qarşılıq görəndə.